Varikoceli. Varikoceli dünya üzrə kişilərin təxminən 15%-də, birincili sonsuz kişilərin 35%-də, ikincili sonsuz kişilərin 75-81%-də rast gəlinir. Varikoceli zaman keçdikcə xaya funksiyasını pozar. Bu funksiya pozğunluğunun mexanizmində varikocel zamanı artmış xaya hərarəti durduğu düşünülür. Zamana bağlı olaraq varikocel həm də xayada getdikcə pisləşən xəsarətə yol açar. Dərəcəsinə görə daha ağır varikocel yüngül varikoceldən daha çox xaya toxumasına zərər verər. Ona görə də varikoceli aradan qaldırmaq üçün düşünülmüş varikocelektomiya əməliyyatı xaya funksiyasının pisləşməsinin qarşısını alır, kişilərin böyük əksəriyyətində pozulmuş spermatogenezi yaxşılaşdırır, leydik hüceyrələrin fəaliyyətini qaydaya salaraq testosteron ifrazını tənzimləyir. Bundan başqa, daha erkən yaşda edilən varikocelektomiya 70-80% hallarda spermatogenezi düzəltməyə daha da qadirdir. Hətta varikocelektomiya sonrası palpasiya olunan varikoceli olan azospermiyalı, yəni sperma kütləsində spermatozoidi olmayan kişilərin 60%-də eyakulyatda spermatozoid tapılır. Bu da önəmli sayda kişilərdə sperma keyfiyyətini düzəltməklə hamiləlik şansını artırır. Bu əməliyyatdan sonra qeydiyyata alınan hamiləlik faizində artım 20-60% arasında olmuşdur. Məhz ona görə kişi sonsuzluğunun müalicəsində varikocelektomiya əməliyyatı ən çox edilən əməliyyatdır. Hazırladı Rauf Kazımov, həkim, uroloq.